Özümlə görüşürəm, əgər mənə yer açmaqdırsa, özümə yer açmaqdırsa, yəni mən niyə bunu özümlə görüşürəm deyiliyim? Niyə mən bunu tək başına eləməyim? Məsələn, yazmayım ya da özümlə danışmayım, özümlə görüşürəm prosesini bütün bunlardan nə fərqləndirir? Bu videoda bu suala cavab verəcəm. Bax, sən çox tətikləndiyin anlarda o prosesin içərisində itib batırsan və bu insan psixologiyasıdır. Mən psixoloqam və məndə də eyni proses olur. Bu çox normaldır, bu çox təbiidir. Bu çox realdır. Biz öz dünyamızda itib batdığımız yerlərdə, başqa sözlə desəm, çox tətikləndiyimiz, özümüzə yer tapa bilmədiyimiz yerlərdə bizim başqasına ehtiyacımız olur. Başqa bir perspektivə, başqa bir səsə, başqa bir insana. Ona görə terapiyanı terapiya eləyən şey budur. Və yaxud da özümlə görüşürəmin terapevtik təsiri budur. Terapiyə gedirsən və bir psixoloq olur qarşında, başqa bir insan olur və sənə orada yer açır, səni orada yönləndirir, sənə orada başqa perspektivlər verir. Sən orada güvənli bir şəkildə özünü kəşf eləyirsən, tətiklənmələrlə baş-başa qalırsan, başqa birinə yaslanırsan prosesdəsən və prosesdə başqa birinə yaslanırsan. Özümlə görüşürəm də eyni şəkildə. Mənim səsim var, mənim səsim səni prosesə daxil eləyir, yönləndirir, prosesi bitirir, mənim səsim oradadır, oradayam və sən mənim səsimə yaslanaraq daxilində gedən prosesdə var ola bilirsən. Bunu biz tək başına yazı yazdığımızda ya da tək başına özümüzlə danışdığımızda, yəni eləyə bilirikmi? Əlbəttə. Amma biz nəsə yazdığımızda, özümüzə səs göndərdiyimizdə ki, bunlar çox qiymətlidir, bunların da öz yeri var. Amma yəni, bütün bu üsullarla deyək, terapevtik proseslər, özümlə görüşürəm də daxil, eynidirmi? Deyil. Daha çox rahatlaşmaq üzərinə qurulub bu. Yazmaqlar, anlamaqlar, özünə səs göndərməklər. Amma özümlə görüşürəm, rahatlaşdıran bir proses deyil, terapevtik bir prosesdir. Özümlə görüşürəm, birisinin sənin üçün orada olduğu və ona yaslana biləcəyin bir yerdir. Fərq budur. Bu fərqi də bizim üçün görünən eləyən şey nədir? Kör nöqtəmiz. İnsan özünə qarşı kördür. Bunu çox yəqin ki bilirsən, çox yerdə, həmişə paylaşılan bir şeydir yəni. Mən psixoloqam, terapiyalar verirəm və eyni zamanda terapiyaya gedirəm, başqa bir psixoloqdan terapiya alıram. Bu çox qiymətlidir. Niyə? Çünki mən insanam və psixoloq belə olsam, mən özümə qarşı köram. Və bu o qədər realdır ki, bu o qədər təbii və normaldır ki, sən özünə qarşı körsən. Özümlə görüşürəm, terapiya da daxil, terapiya kimi sənə həmin o kör nöqtələrində kömək eləyir və yenə deyirəm, başqa birinə yaslandığımız yer nəinki kör nöqtələrimizin açıldığı, amma eyni zamanda özümüzü güvəndə hiss eləyib, özümüzü ortaya qoya biləcəyimiz yer halına gəlir. Hətta qoruma mexanizmlərimizdən işləyə biləcəyimiz bir yer halına gəlir ki, qoruma mexanizmlərimiz çox hallarda bizim kör nöqtələrimiz olur. Bu barədə qoruma mexanizmləri proqramında çox aydın danışmışam, amma qoruma mexanizmlarımızı adətən biz xarakterimizdən qarışdırırıq. Çünki həmişə özünü o qədər müəyyən bir hərəkət eləyərkən görmüsən ki, kimsə sənə kobud danışır və həyatından kəsib atmısan. Yəni bu bir xarakter deyil, bu qoruma mexanizmidir. Və yaxud da başqa şeylər. Bu qələmin kimidir, bilmirsən, kör nöqtədir. Və bəli, özümlə görüşürəm də bunlarla da işləyə bilirsən. Növbəti suala keçirəm və bu düşünürəm ki, sonuncu videomuzda.